Deməli, dimin toplusunun alqoritm məsələlərindən 128-ci sual. Girişə verilən ədədin deyir. Deməli, biz girişə bir ədəd daxil etməliyik. Hər hansı bir n ədədi olsun, A, B fərq etməz. Biz n yazdıq. Tək və ya cüt olub olmadığını müəyyən edən deyirsə, deməli, biz bir şərt bloku çəkib yoxlamalıyıq ki, bu ədəd təkdir, yoxsa cütdür. Və tək cüt olmanı yoxlamanın ən yaxşı yolu onun 2-yə bölünməsindən alınan qalığın 0 olub olmamasıdır. Yəni, yoxlayırıq n-in 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, yəni bu hədirsə, o zaman çap edir ki, ədəd cütdür. Çünki 2-yə böləndə qalığı 0 olan ədədlərin hamısı cütdür. Yox, əgər 2-yə bölünməsindən alınan qalıq 0 deyilsə, yəni yoxdursa, o zaman çap edir ki, ədəd təkdir. Və daha sonra artıq vacib işimizi görmüşük. İstəsəz son yazıb sona gedə bilərsiniz. Son yazmaq olar. Alqoritmin bitdiyini bildirmək üçün. İndi detallı izaha keçirəm. Girişə verilən ədəd deyirsə, yəni hesablama maşınına, kompüterə fərq etməz. Bir ədəd veririk biz burada. O ədəd də olsun n. A da verə bilərsiniz, B də verə bilərsiniz. Heç bir fərq etməz. Tək və ya cüt olub olmadığını yoxlayan deyir. O zaman biz n-in 2-yə bölünməsindən alınan qalığı tapırıq. Bu faizli bölməni siz Python'dan bilirsiniz. Python'da faizli bölmə istifadə edirik. Ədədin qalığını tapır. Əgər ədədi 2-yə böləndə qalıq 0 qalırsa, deməli tam bölünür. Bu da o deməkdir ki, ədədimiz cütdür. O zaman gedir hər tərəfə, ədəd cütdür çap edir. Yox, əgər n-i 2-yə böləndə 0 alınmırsa, başqa nə alına bilər? 1 alınır məsələn. 0 deyilsə, yox tərəfə gedir və ədəd təkdir çap edir. Məsələn, götürək ki, deyək, n-imiz 5-dir. N 5-dirsə, 5-i 2-yə böləndə qalıq 1 qalır. Yəni 0 deyil, yox tərəfə getdiyi üçün ədəd təkdir çap edir. Bəli, n-imiz həqiqətən təkdir. N bərabərdir 6 yazsaq, 6-nı 2-yə böləndə 3 dəfə tam düşür, qalıq isə 0 qalır. Yəni, hə olur cavab. Hər tərəfə getdiyi üçün ədəd cütdür çap edir. Həqiqətən də n-imiz cütdür və çap etmədən sonra sona gedib alqoritmin bitdiyini bildiririk.